Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Sənə əmr edildiyi kimi sən də, səninlə birlikdə tövbə edənlər də doğru yolda olun. Həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görür. Zalimlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur, sonra sizə kömək də olunmaz. Gündüzün iki başında, əvvəlində və axırında və gecənin bəzi saatlarında namaz qıl. Həqiqətən yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır. Səbr et. Həqiqətən Allah yaxşı iş görənlərin mükafatını puç etməz.